Mənə bir dənə Mercedes-in olub, 4 göz. Onda taksi işləyirdim. Taksi üstünə qoyurdum da. Bir dənə tələbə götürdüm yolda, Yasamalda. Türkiyə idi, tələbə idi. Dedi, arkadaşlar mən birazdan 1 saat, 3 saatdan sonra məni aeroporta ata bilərsən, apara bilərsən. Dedim, hə, problem yoxdur, tələbə idi. Deməli, qardaşlar, onda da proqram yox idi. Bolt, Uber yox idi. Yaxşı da pul qazanırdıq. Qaqaş da mənə qiymət danışdı. Dedi ki, gələrsən 3 saatdan sonra mənə götürərsən. Dedim, yaxşı. İnansız, işlər o qədər yaxşı idi, o qədər pul qazanırdım. Mənim başım qarışdı, biraz gecikdim də qaqaşın dalınca. Bu tələbənin dalınca mən gəldim. Qaqaş mənə dedi ki, bəs gecikmərik. Bəs biraz tıxac da nə, belə şəhər yanmışdı. İndi birtəhər gedirik, söhbət edirik yolda. Çatmışıq. Belə biraz əsəbi olmuşuq da, çünki gecikirdi həqiqətən də, günahım da mənim idi. İndi yolu aeroporta daxil olmuşuq, qaqaş veşlərini götürdük, sağollaşdıq, belə də ki, dost kimi. Bir də görürəm, mən şəhərə çatıramışı, zəng gəlir mənə qaqaşdan, o tələbədən ki, qaqaş mən gecikdim, uça bilmədim. Allaha and olsun. Dedim ki, qaqaş mən qayıdıram indi. Gözlə mən indi gəlim aeroporta. Ürəyim mənim elə bir ki, mənə elə bir ki, hiss elədim ki, mənim günahımda, mən onu gecikdirmişəm də aeroporta. Allaha and olsun, bax, göydə Allah var. Gəlmişəm aeroporta. Qaqaş da orada dilxorçuluq da, yəni görürəm, güc yoxdur da. Məndə də yaşlı balaca idi də, tələbədir də indi bu. Dedim, gedib, aclığım var, gedib bir oturaq çörəyi. Dedi, hə, aclığım var, gedib. Getdi, bir yerində oturduq. Lahmancı zat belə şey yedik. Dedi, indi məni dala qaytara bilərsən o ünvana. Dedim, mən hədə qaytararam da. Dedi, evdəkilərə deyim ki, mənə pul göndərsin. Mən bir də samolyot bilet alım, çıxım gedim də. Görürəm bu adam mənə də bir şey də mənə demir də ki, qaqaş, mənə gecikdirdin, sənin problemi oldu, mənə görə sənə görə məndə problem oldu. Mən də belə dayana bilmədim də. Dedim, qaqaş, sən narahat olma, heç kimə yazma, pul zat göndərməzsən, mən sənə bilet alaram. O da dedi ki, yox da, olub da, istəmirdi. Bilir ki, mən taksiyəm da, bilet aldım da, nə oldu? Oradan buradan danışdıq. Mən dedim, qaqaş, sən bir dənə öyrən, o bilet neçədir, mən alaram. Mən də ona şey elədim də, dedim ki, soruş neçədir bilet. Baxdı internetinə, 300 manat hardasa belə. Dedim, 300 manat. Fikirləşdim, oradan buradan belə də biraz pul var idi. Onda da taksidə elə deyildi axı. Allaha qurban olum. O vaxtları pul var idi. Dedim, mən alıram. Vallahi Allah göydə var, bax, buranaq. 300 manata bilet aldım ona. Orada oturduq, çörək yedik. Apardım onu, Yasamalı yenə düşürtdüm. Dedim, aeroporta gələndə mən sənə pul almayacağım. Geri apararım, sənə təzdən qoyarım aeroporta. Qaqaş 50.000 dəfə mənə sağ ol deyib də. Mən özüm də sakitləşdim içindən. Mən onu heç telefona cavab da verməsəm də olar idi. Şəhərdəydim də. Siz niyə görə onu deyirəm? Vallahi, bu bizi Bolt şirkətlərdir, bunlardır. Bizi bu günə qoyublar ki, bizdə indi 3 manat da yoxdur. Hardansa artıq olması ilə nəsə özünü xərcləyək, nəsə eləyək. Sözüm odur ki, vallahi, yəni, yaxşı yaşayırdıq, Allahla and olsun, yəni ki, Allah hamıya ruzunu versin. Belə şeylər də olur.